Hər birinizə Mərdəkandan salamlar. Xoş gördük hər kəsi. Daimi yaşaya biləcəyiniz bir yerdə Teymur Quliyev sanatoriyasının yaxınlığında sizlərə 3,1 sotun içində neçə? 3,3 olsun. 20 kvadrat əskik dedik. 3,3 sotun içində 150 kvadrat metr sahəsi olan qəşəng yeni satışa çıxmış daimi yaşaya biləcəyiniz bir dənə həyət evi təqdim edirəm. Hovuzu var, besetkası var. Var ki var. Ən vacib məsələ 295 min manat pul lazımdır bu ev almağa. Təbii ki start qiymətdir. Burada 8 metr uzunluğunda hovuz, 4 metr enində, 1,60 dərinliyində, hovuzun yan tərəfində hovuzun filtr sistemi yerləşdirilib. Bir də ehtiyat igidin yaraşığıdır deyirik qardaş. 7 tonluqda sizin üçün orada su ambarı qoymuşuq. O demək deyil ha, Mərdəkanda su yoxdur. Mərdəkanda daimi sudur. Allah dövlətimizin ömrünü uzun eləsin. Hər şeyimiz var. Qazımız, suyumuz, işığımız. Bax orada da kombimiz. Besetkasını gördünüz. 30 kvadrat metr. İsti döşəməli. Gəl indi sənə evin içini göstərim. Daxili ilə də tanış olaq. Buyur, keçək. Ya Allah. Birinci başlayaq mətbəxdən. Mətbəx də genişdir. Həmən bu mətbəx besetkaya çıxışı var. Buradan da bir qapısı var. Maşallah, gözəl rəng tonlarından istifadə olunub. Almağa dəyər bir evdir. Hə, ayaqqabımın səsi qıq. Burada 40 kvadratlıq zalı, tavanın hündürlüyü 3,30. Qardaş, qəşəng evdir. Rəng tonlarına söz yoxdur. Yəni, çox bəyəndim. İnşallah siz də bəyəndinizsə, birlikdə bu videonu keşfətə salaq, like'ları bol eləyək. Sizin də canınız qutarsın, mənim də. Burada bir dənə hamam otağı və yanında bir dənə 17 kvadratlıq yataq otağı. Çamaşırxana üçün belə bir yer ayırıblar. Paltar yuyanınızı burada yerləşdirə bilərsiniz. Paltarlarınızı bura yığa bilərsiniz. Burada da ümumi, indi onu da göstərəcəm. Birinci yataq otağını göstərim sizlərə. Bir dənə də ümumi divar içi də görürsünüz, yığılıb orada unitazları. Bir dənə də hamam otağı. Allah ruzunuzu bol eləsin. Allah hər birimizə bax belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Bu evlərin sahibləri demək olar ki, hamısı mənim dostlarımdır, yaxın qardaşlarımdır. Amma məndən belə ev alsaz, mənə belə inanma qardaş, evin videolarını, şəkillərini tələb elə, təməl necə tikilib. Sağ olun, özünüzdən müğayət olun. Sonra arvadla